var. Tənliyin sonsuz sayda həlli olanda birinci tərəfdə sıfıra bərabər olmalıdır, ikinci tərəfdə sıfıra bərabər olmalıdır. Eyni zamanda. Bax, bunu yazırıq. Belə bərabər 0. M kvadrat çıx 9M üstəgəl 18 bərabər 0. İndi siz diskriminantla həll eləyərsiniz. Ya şifahi bilirsə şifahi taparsınız kökləri. Mən şifahi tapacağım ki, vaxt getməsin də burada. Burada M bərabərdir müsbət 6, M bərabərdir mənfi 2. Buradan M bərabərdir 6, M bərabərdir 3. Deməli, tənliyin sonsuz sayda həll olanda həm birinci tərəf, həm də ikinci tərəf eyni zamanda sıfıra çevirməlidir. Bunların ikisini də eyni vaxtda sıfıra çevirəndə 6'dır. Aydın oldu. İndi buna aid bir dənə də sual yazım. Sən videonu saxla, sərbəst həll elə. Ondan sonra, bax, M kvadratı çıxaq 4M çıx 5 vuraq X bərabərdir. M kvadratı deməli çıx 3M çıx 4. Belə. Sonsuz sayda həlli varsa ikisi də eyni zamanda sıfıra çevirməlidir. M kvadrat çıx 4M çıx 5 bərabər 0. M kvadrat çıx 3M çıx 4 bərabər 0. M bərabərdir müsbət 5 mənfi 1. Burada M bərabərdir müsbət 4 mənfi 1. İkisini də eyni zamanda sıfıra çevirən mənfi 1'dir. Aydın oldu. Burada bir dənə problem nədir? Bir dənə kvadrat düzəldin köklərini tapmaqdır problem. Aydın oldu. Heç bir əlavə problem yoxdur. Diqqətimiz burada olsun. Yenə də növbəti bir misal verib. Çox çətin bir sualdır. Deyir ki, tənliyin sonsuz sayda həlli var. Biz nə bilirik? Mötərizə varsa mötərizələri vurub açmalıyıq. Vuraq açaq. B kvadratı çıx BX çıx 10 bərabərdir mənfi 5x üstəgəl 3B. Ondan sonra mənfi 5x üstəgəl 5x bərabərdir mənfi B kvadratı üstəgəl 3B üstəgəl 10. Soldakını sağa keçidəndə işarə dəyişir. Sağı sola keçidəndə işarə dəyişir. Buradan ortaq vuruqla mənfi B plus 5 vur X bərabərdir B kvadrat mənfi B üstəgəl 3B üstəgəl 10. Sonsuz sayda həll olmaq üçün ikisi də sıfıra bərabər olmalıdır. Mənfi B üstəgəl 5'i sıfıra bərabərləyirik. Mənfi B mənfi 5'dir. B 5'dir. Deməli, burada sıfıra bərabərlədik. B 5 oldu. B 5 oldu. Burada da B 5'dən mənfi 2 oldu sağ tərəfdə. Yenə deyirəm, burada kvadrat tənlikdə bir dənə problem var. Kvadrat tənliyi ayrıca test-test həll eləməyə öyrənsəz, məsələ onunla da həll olub. Onu da ayrıca məşq eləyərik sizlə. Hər ikisini ödəyən B5'dir. Deməli, indi bu sualı siz həll eləyin. Deməli, mötərizə olanda nə edirdik? Mötərizəni açırdıq əvvəlcə. A kvadrat çıx AX çıx 6 mənfi 2x çıx A. Sonra deməli mənfi AX üstəgəl 2x bərabərdir mənfi A kvadrat çıx A üstəgəl 6. Sağa sola keçəndə işarələr dəyişir. Mənfi A üstəgəl 2 vuraq X bərabərdir mənfi A kvadrat çıx A üstəgəl 6. Sonsuz sayda həldə hər iki sıfıra bərabər olmalıdır. Buranı sıfıra bərabər eləyəndə mənfi A üstəgəl 2 bərabər 0 mənfi A mənfi 2 A müsbət 2 olur. Buranı da sıfıra bərabər eləyəndə hər tərəfə mənfiyə vursaq, deməli A mənfi 3'dür və A 2'dir. Hər ikisini ödəyən A 2'dir. Belə. Deməli 42-ci sualı işləyək. 40 ilə 41'i saxladım. 42'ni işləyək birinci. Asandır ona görə. A üstəgəl 3 sıfırdan böyük 7'dən kiçikdir. Deməli A üstəgəl 3 sıfırdan böyükdür 7'dən kiçikdir. Hər tərəfdən 3 çıxaq. Hər tərəfdən 3 çıxaq. Deməli, mənfi 3 kiçikdir A, kiçikdir 4 aralığında yerləşir. Belə. Deməli, gəldik bura. M çıx 6 böl 3 mənfi 4'dən böyük 3'dən kiçikdir. M çıx 6 böl 3 mənfi 4'dən böyükdür 3'dən kiçikdir. Hər tərəfi 3'ə vursaq. M çıx 6 kiçikdir 9. Hər tərəfin üstə 6 gəlsək. Aha, mənfi 6 ilə 15 aralığındadır. Aydındır hər şey. 8x üstəgəl 3 bərabərdir A çıx 2x. 8x üstəgəl 2x bərabərdir A çıx 3. 10x bərabərdir A çıx 3. X'i tapmaq lazımdır burada 44'də. X bərabərdir A çıx 3 böl 10. Bu özü özəl bir texnikadır. X'i hərflə tapmaq. Bunu bir dənə də müstəqil iş verək. Həll eləyin buna aid. Deməli, yazaq 7x üstəgəl 4 bərabərdir A çıxaq 5x.
X'i tapaq burada. X'ləri sol tərəfə keçirdirəm. Keçirtdik. X olmayanları sağ tərəfə. 12x bərabərdir a çıx 4. X də bərabərdir a çıx 4 bölək 12. Bu misaldan bir dənə də işləyək. Məsələn 5x çıx a bərabərdir 2 minus 4x. X'i tapmaq lazımdır hərflə. X'ləri sol tərəfə keçirdirəm. 5x mənfi 4 keçdi oldu müsbət 4. 2 mənfi a keçdi oldu müsbət. 9x bərabərdir 2 plus a. X də bərabərdir 2 plus a böl 9. Çox möhtəşəm. Tənliyin kökü 2 plus a böl 9-dur. Məsələn, desələr ki, tənliyin kökü 0-dan böyükdür, yəni x 0-dan böyükdür, yəni 2 plus a böl 9 0-dan böyükdür götürəcəyik. Məsələn, desələr ki, tənliyin kökü 5-dən kiçikdir, x kiçikdir 5 yazarıq və yaxud da 2 plus a böl 9 kiçikdir 5 yazarıq. Aydın oldu, tam başa düşürük də, hə, söhbət nədən gedir? Hə, deməli, indi 45-in sual eləyək. 45-in sualda, bax, 43-dəki, 44-dəki texnikanın ikisini birləşdirib həll eləmək lazımdır bu 45-i. Başa düşdünüz, ona görə 43-44, belə 43-44 sual tiplərini birləşdirib, bax, 45-i soruşurlar imtihanda. Olur çaşdırıcı sual tipi. Diqqətlə bax, nətər eləyirik. Bayaqlarım nədir? X-i nətər tapırdıq biz hərflə? Sol tərəfə keçirdik, düzdür, yazaq. 5x üstə gəl 3x bərabərdir a üstə gəl 2, 8x bərabərdir a üstə gəl 2, x də bərabərdir a üstə gəl 2 böl 8. X-i tapdıq. Deyir ki, x mənfi 2 ilə 1 arasındadır. Yəni, x-in aldığı cavab mənfi 2 ilə 1 arasındadır. İndi bunu nətər həlli? Hər tərəf 8-ə vursaq, mənfi 16, 8-ə vursaq 8 gedir, a üstə gəl 2, 8-ə vursaq olur 8, hər tərəfdən 2 çıxaq, mənfi 16 çıx 2, a üstə gəl 2 çıx 2, bir də 8 çıx 2, mənfi 18 kiçikdir a, kiçikdir 6. Və salam, a mənfi 18 ilə 6 arasındadır. İndi bu misal tipindən bir dənəsini yazaq, sən özün müstəqil həll elə. Aha, həll elə, ondan sonra mənim həllimdən yoxla. Yəqin ki, həll eləmişsən, indi mən həll eləm. Birinci addım, x-i tapırdıq. İkinci addım, deməli, x-ləri bir topladıq. A üstə gəl 4 bölək 12. X mənfi 5 ilə 2 arasındadır. Yəni, a üstə gəl 4 böl 12, mənfi 5 ilə 2 arasında. Hər tərəf 12-yə vursaq, hər tərəfdən 4 çıxsaq, aha, 4 çıxdıq. Olur mənfi 64 kiçikdir a, kiçikdir 20. Oldu. Anın hansı aralıqda olduğunu tapdıq. İndi tutaq ki, bir nəfər səndə əgər düz alınmadısa bir dənə də elə. Alınıbsa qabağa ver. Alınmayıbsa bir də elə. Elə alınıbsa da elə. Fərqi yoxdur. Daha yaxşı oturar misal yerinə. Belə bir dənə misal gəlib imtihanda təsəvvür elə. Qeyri-standart bir sualdır. Deməli, x mənfi 3-dən 1 arasındadır. Belə bir dənə tənlik verilib. X-ləri bir tərəfə yığaq. 7x üstə gəl 4x bərabərdir a plus 1. 11x bərabərdir a plus 1. X də bərabərdir a plus 1 bölək 11. X deməli mənfi 3-dən 1 arasındadır. Bunu yazdıq. Hər tərəfi 11-ə vuraq. 11-ə vuranda kəsirin aşağısı getdi. 11. Hər tərəfdən 1 çıxaq. Mənfi 34 kiçikdir a, kiçikdir 10. Hazırdır. Hə. Deməli, 46-nı işləyək. Kök altda mənfi x. X daxil suala. Biz bilirdik ki, kökün altında ya 0 olmalıdır, ya müsbət. Onda nətər göstərirlər? Böyük bərabər 0. Kökün altında nə varsa böyük bərabər 0 olmalıdır. Hər tərəfdə mənfiyə vursaq, x kiçik bərabər 0 olur. Məsələn, kök altında mənfi b versələr, burada b nə olmalıdır? Kökün altında nə varsa böyük bərabər 0 olmalıdır. Hər tərəfi mənfiyə vursaq, b kiçik bərabər 0. İşarə dəyişir. İndi sən müstəqil həll elə. Müstəqil həll elə. Məsələn, kök altdan mənfi n oldu. N daxildir suala. Bunu sən özün həll elə. İndi isə yoxla. Yoxla görək düzdür yoxsa yox. Mənfi n böyük bərabər 0. Hər tərəfə mənfiyə vurduq. N kiçik bərabər 0 olmalıdır. Və salam.
Deməli, burada belə bir misal var. Diqqətin burada olsun. Deməli, A2 sıfırdan kiçik 4,4-dən böyük. Bunu sistemi çəkirik. Deməli, belə. Mənfi 4,4. Aha, bir də 0. Və burada 0'ı qaraladıq. Mənfi 4,4-dən böyük. 0'dan da balaca. Belə. İkisinin arasında olan ədəd mənfi 4,4 və 0 daxildir. Belə. Bir dənə də yazaq belə bir dənə misal. Deməli, A böyükdür mənfi 5,2, A kiçik bərabər 0. Deməli, ədəd oxunu çəkirik. Mənfi 5,2, A böyükdür mənfi 5,2-dən, A kiçikdir bərabərdir 0-dan. Deməli, mənfi 5,2 və 0. Mənfi 5,2 çox 0-dan az. Belə götürülür. Bu fason. Deməli, belə. 48'ə baxırıq. A kiçik bərabər 0 və burada deməli bir tənlik verilib. X də mənfi 7-dən böyükdür. A-nı soruşur. Bir də deyirəm, A kiçik bərabər 0 çox çətin misaldır bu. Tənlik verilib bizə. X də mənfi 7-dən böyükdürsə, bunu işlə. Birinci növbədə X-i tapaq. Mənfi 5X çıx X bərabərdir mənfi 3A çıx A. Mənfi 6X bərabərdir mənfi 4A. Mənfilər getdi. 6X bərabər 4A. X də 4A bölək 6. 2 ixtisar getdi. 2A bölək 3. A deməli X mənfi 7-dən böyükdür. Yəni 2A böl 3 mənfi 7-dən böyükdür. Hər tərəfi 3-ə vursaq 2A böyükdür mənfi 21-dən. A da böyükdür mənfi 21 böl 2-dən. Mənfi 10 yarımdan. Həmçinin A kiçik bərabər 0-dan. Bunu nətər işləyirdik? Bayaq da işləmişik. Deməli mənfi 10,5-dən böyükdür A. 0-dan daha kiçikdir. İkisinin kəsişməsi mənfi 10 yarım və 0. Bu cür. Aha. Belə bir misal yenə işləyək. Müstəqil həll eləyək. Deməli, bu misalı özün həll elə əvvəlcə. Deməli, bizə bir tənlik verilib. A 0-dan balaca verilib. X mənfi 9-dan verilib. A-nın hansı araqda yerləşdiyini soruşur. Əvvəlcə tənliyi həll eləyək. X hərflə tapaq. Mənfi 7X çıx X bərabərdir mənfi 5A çıx A. Mənfi 8X bərabərdir mənfi 6A. 8X bərabərdir 6A. X də bərabər hər tərəfi 2-yə bölsək 2A bölək 4. Yoxsa 3A bölək 4. Demək, X-i tapdıq. X mənfi 9-dan böyükdür. 3A böl 4 böyükdür mənfi 9. Hər tərəfi 4-ə vursaq 3A böyükdür mənfi 36. A da böyükdür mənfi 12. 36-nı 3-ə böldük. Həmçinin A kiçik bərabər 0 verilmişdir. Sistemi çəkək. Deməli, mənfi 12-dən böyüklər, 0-dan kiçiklər, ikisinin kəsişdiyi yer mənfi 12 və 0-dır. Belə. 49'u həll eləyək. Diqqətiniz burada olsun. Deməli, əvvəlcə tənliyi həll eləyək. 5x biz bilirdik ki, mötərizənin çölündəki kvadrat kökü aparır. Olduğu kimi çıxırdı. Yadınızdadır da. Amma bir dənə bonus verirdi o. İçəri böyük bərabər 0 bonusunu verirdi. Bunu da hər tərəfi mənfiyə vursaq A kiçik bərabər 0 olur. Bir də kvadrat kökü aparırdı. İçəri olduğu kimi çıxırdı və içəri böyük bərabər 0 verirdi. Hər tərəfi mənfiyə vurduq. İndi 5x bərabərdir mənfi 9A. X də bərabərdir mənfi 9A bölək 5. İndi x 9-dan kiçikdir. Mənfi 9A böl 5 kiçikdir 9-dan. Mənfi 9A kiçikdir 45-dən. Deməli belə. A kiçikdir mənfi 5-dən. Deməli A kiçik bərabər 0. A kiçikdir mənfi 5. Deməli 0 mənfi 5, mənfi 5-dən kiçiklər və 0-dan ikisinin kəsişməsi mənfi sonsuzluqdan mənfi 5-ə qədər. Belə. Buna ait bir dənə də misal işləyək. Deməli burada 7x bərabərdir. Kvadrat kök aparır, mənfi olduğu kimi çıxır.
Düzdür? 7x bərabərdir mənfi 11a. X də bərabərdir mənfi 11a bölək 7. Burada x 11-dən kiçikdir. Yazaq mənfi 11a bölü 7 kiçikdir 11. Mənfi 11a kiçikdir 77. A da böyükdür mənfi 7. Həmçinin bura görə mənfi a böyük bərabər 0, a kiçik bərabər 0-dır. Sistemi çəkək. A kiçik bərabər 0, a böyükdür mənfi 7. Aha. 0-dan balacalar, mənfi 7-dən isə böyüklər. İkisinin kəsişməsi mənfi 7 0 arası olur. Belə.